Çox işləyirəm, amma pul yığa bilmirəm. Tanış gəldi. Bax, bu halın adı yaşıl siçan tələsidir. Hər gün daha çox işləyirsən, maaş artır, amma nə bank hesabında artım var, nə də daxildə bir rahatlıq. Çünki gəlir artır, xərclər də onunla birlikdə yüksəlir. Daha yaxşı telefon, daha baha kafe, brend geyimlər, sanki özümə hədiyyə deyib keçirik. Əvvəllər 800 manatla donanırdım, indi 1200 alırsan, amma yenə ay sonu 0 balans. Niyə? Çünki insan lüksə öyrəşir. Əvvəllər ehtiyacın olmadığın şey indi məcburi olur. Pul qazanırsan, amma o pul istədiyin həyata yox, sadəcə artıq bahalaşan həyat tərzini xərcləyirsən. Bəs bu tələdən necə çıxmalı? Burada çox sadə bir formul var. 50-30-20 qaydası. Maaşını 3 yerə böl. 50% zəruri ehtiyaclara, 30% istəyə bağlı xərclərə, 20% isə qənaət və gələcək üçün investisiya. Məsələn, maaşın 1000 manatdırsa, 500-ü yaşamaq üçün, 300-ü özünü sevindirmək üçün, 200-ü gələcəyini qurmaq üçündür. Unutma, maliyyə azadlığı xəyalla yox, qayda ilə başlayır.